Yoldaşlar, indi təxminən Kosaların hansı tərəfindəyik biz? İndi bu dəqiqə texnologiya elə inkişaf edib ki, internet olan hər yerdə baxa bilirik. Burada tutur internet. Bəli, burada demək şəbəkə ötürücüləri yaxşıdır. Meşənin içərisində. Biz Google Earth-dən baxaq. Ha, göstər görək. Deməli, hazırki yerimiz bax burada. Baxaq öz yerimizi işarələyək. Bax bu kiçik göy nöqtə yaranacaq. Bu bizik. Hal-hazırda meşənin demək güney tərəfidir. Bu da quzey tərəfi, biz durduğumuz tərəf. Kosalar da təxminən bax burada da görürsüz kosalar. Hə. Görəsən təxminən Bax kosalardır. neçə kilometr olur? Biz hava məsafəsi ilə də kosalarla olan məsafəni ölçək. Bax görürsüz. 3 kilometr Kosalar kəndinin düz mərkəzindədir. Yəni Bu hava yolu ilə. bəli, məktəb olan yerədir. Biz buradan ora düz xətt boyunca getsək, təxminən 3 kilometr məsafə yol qət etməliyik. Çünki hava yolu ilə yerlə gedən yolun arasında çox fərq var. Yəni bu rəqəm 2-yə də vurula bilər, biraz artıq da ola bilər. Təxminən biz piyada yolumuz düz xətt boyu getsək, Kosalar kəndinə 5 kilometr və yaxud da ki 6 kilometr məsafə ola bilər. Ora kimi bütün yollar bax belə meşədir də, Sırf dərər meşədə meşə. özdə xəritədə də görünür ki, sərt demək əyimləri olan dik meşələrdir, dik yamaçları olan meşələrdir. Sərtdir və başdan ayağa da demək sürüşkən olan hissələrdir. Onda dincəldik. Ancaq bütün hər bir yeri meşə ilə bağlıdır. Bu yaxşı işdir ona görə ki, burada torpaq sürüşmələrinin qarşısını alır. Davam edək, gedək onda.